Salamlar dostlar, necəsiz? Yəqin yaxşı olarsınız. Uşaqlar, bugün də sizlərlə birlikdə yenə Car Simulator-dayıq. Uşaqlar, Car Simulator-da part 1-ni səymişdim. Maşınlarımın hamısını yoxlayıram və ən pis olan maşını satıram. Onun da yerinə çox qəşəng bir maşın alıram. Belə bir seri başlatmışdıq və onun part 2-sini çəkirəm. Uşaqlar, günlük ödülümüzü alaq. İkinci gündə bu ödülümüzü verdi. Üçüncü gündə, yəni sabah bu baron yəni panoramanı bizə verəcək və təzə güncəlləmə. Vallahi billahi təzə güncəlləmə gəlibdi. Super, super. Onda bir dəqiqə biz part 2-ni deyəsən çəkəsi olmadıq. Bir dəqiqə. Lumera bunlar nə maşınlardı belə? Bir dəqiqə. Mən şu an baxmaq istəyirəm o maşınlara, bu pulla imiş. Eyb olmaz. Yenə də biz bir göz gəzdirək görək necədir. Mənə görə ən sürətli olan X7-mizi götürək və bir dənə gedək baxaq görək yeni maşınlar hansılardır, yeni güncəlləmədə nələr var, nələr yoxdur, hamısına bir baxaq. Sonra vaxtımız qalsa part 2-sini, yəni dediyim maşınları yoxlamağı da eləyərik. Amma bir dəqiqə. Mən maşını götürüm, ayrı videoda da eləyə bilərik o part 2-sini. Nəsə eyb olmaz, bir dəqiqə sürək bir. Bir dəqiqə. Bax, xəritədə bir şaxta baba işarəsi gördüm. Bax, burada papaq kimi bir şey var. Mən o papağa getmək istəyirəm. Yox, xəritəni onsuz əzbərə bildiyim üçün problem yoxdur. Tez bazara gedə bilərik. Aha. Tezcə burada nəsə polis şeyi qoyublar. Bu biraz rəhli eləyərdi. Nəysə də. Sonra orada nəsə var, elə bil. Nəsə orada parıldadı. Hə, maşının arxasında. O nədir ki elə? Bir də şöyle tüşə ona baxaq. Maşının arxasında, Subaru'nun arxasında nəysə var. Belə bil polis zat şeydi. Qırmızı göy, yaşıldan altdan qoyardınız da. Nəysə, Subaru'nun arxasında nəysə var. Bir də gedək baxaq görək bu nədir? Allah, nəsə var burada. Aha, sürpriz. Hadi o 10.000 pul verdilər və atölyədə isə xəritəyə belə şeylər qoyublar. Biz bunları tapmalıyıq indi. Yəqin elə bir şeydir, bir dəqiqə. Şaxta baba işarəsi ayrı harda? Hə, məsələn şeydə şaxta baba işarəsi var. Nədir? Park yerində. Amma mən birinci burada papaq işarəsini baxmaq istəyirəm. Şaxta baba papağı görək orada nə var. Maşın yağ yeyir deyəsən. Qara tüstü verir deyəsən, yağ yeyir. Tam dəqiq deyil, amma deyəsən yağ yeyir. Nəysə, sürək bir daha papağa görək güncəlləmədə yeni ilə aid nə qoyublar. Biraz nitrodan basaq. Oy, diyan, maşın dəli oldu. Saxla. Burada papaq işarəsi, burada, bu nədir belə? Burada qardan adam var, qardan adam. What are you doing? Qardan adam deyən görək. Snowman. Nədir ki bu indi? Neynəməliyəm mən buna? Aleyküm assalam. Nədir ki, maşını zaten vurmalıyam. Deyən görə bir də baxaq. Nədir ki? Devrilən kardan. Hə, 20 dənə də bundan toplayaq da. Görək nədir? Çox qəribə şeylərdir uşaqlar. Qəribə şeylər var. Məsələn, burada bu xəritədə nə qədər qardan adam var. Bunların hamısını yığmaq lazımdır. Sonra buralarda da qardan adamlar var. Mən birinci uşaqlar şaxta babaya gedəcəm. Görək şaxta baba nədir, nə deyil. Haydi arxadan polis gəlib də sürəti aşmayaq. Arxadan polis, bir də burada polis gedir. Tez bazar mən buradan keçə bilərəm. Yox, keçəmərəm. Yox, keçərəm əslində, amma bir dəqiqə. Sürətimizi azaldıq biraz. Tam polis keçdik. Bir dənə gedəcəm park tərəfə, Luna parka da. Görüm orada o şaxta baba nədir? Yuxarıdan şaxta baba gedir. Aleyküm assalam. Şaxta baba çıxdı getdi. Hə. Onda bugünkü görevimiz nədir? O papaq işarələrini, yəni qardan adamların hamısını devirməkdir. Gördünüz orada yazılır ki, devrilən qardan adamlar. Yəni qardan adam devirməliyik də, ona görə nətər olacaq. Hər yerdə də yolka qrupları. Qazi qardaşımıza yol qaldı. Nəysə. Nəysə. Hə, bir parka gələk. Parkda şaxta baba bir dəqiqə. Hə, bir də burada. Bu nədir ki? Hə, bu görev zatdır, deyəsən. Görevdir deyəsən. Bir də gəldik. Aha, nə oldu? Nə oldu ya? Ha, bunları al lan. Allah yaxşı götürək də. Bunu götürdük sonra. Sonra da tulladı. Orada nəsə var deyən. Orada da nəsə gördüm. Kardan adamdı. Hə, deyəsən. Bir də elə buydu. Ayrı hara tulladı ki?
Görmədim bax mən. Nəsə kardan adamı devirək görək. Bunu da devirdik. İkincisini də qırdıq. Orada da aşağılar bir şeyə baxırdım. Şaxta babandan baxırdım. Gördüm o ara getdi. Xəritədə tapanmadım. Xəritədə yəni baxanda Şaxta baba gəlib getmir. Nəysə də. Bir dəqiqə şey eləməliyik. Qardan adamlar. Mən ancaq qardan adamları axtaracağım. 2 dənə qardan adam yığmışıq. İndi üçüncüsünü, dördüncüsünü, beşincisini yığaq, onların hamısı görək ən axırda olacaq və sonra da gedək maşınlara baxaq, görək maşınlar hardadılar, nə edirlər. Görək hansı maşınlar gəldi. X7 zat gördüm orada. Gəlib onlara da baxaq. Nəysə mən getdim qardan adamları yığmağa. Bu oldu 3-cü qardan adamımız. Bu 3. Olacaq 4-cü qardan. O it kimi deyə bu. Bu X7 canavar deyə canavar. Cənəvər. Dəqiqə bu 4-cü qardan adamı da götürdük. Süper. Qaldı 5. 5-ci qardan adamı da götürdük. Polis stansiyasının qabağından. Gedirik o birisi şəhərə. O birisi şəhərdə burada da qalmadı. Gedirik ikinci bu birisi şəhərə. Görək. Oydu. Burada çoxdur. Burada dəhşət çoxdur. Gedək görək 6-cı qardan adamı götürə biliyordu. Parkurda gördüm bir dənə də qardan adam var idi. Parkurdan 6-cı qardan adamı dağıtdıq. Əslində götürmürük. Biz bunu dağıdırıq. Nəsə gedək ki də ay düşürdüm ha. Bu da 7-ci sürüdə də qabaq 7-ci qardan adamı dağıtdıq. Bu şəhərdə çoxdur. Bu şəhərdə çoxlu qardan adam tapmaq olacaq. 8-ci qardan adam. 9-cu qardan adam. Bu da 10. Sən qaraj satın ala bilərik. Lazım deyil. 10-cu qardan adam qaldı yarısı uşaqlar. 50%-ni tamamlamışıq. Gedək o birisləri toplayaq. 1-ci qardan adam. 2-ci qardan adam. Dağıtdıq. O çox şey dağıdır. Dağılanda da qar topları ora tökülür. 14. Alıb vuramadım. 14. 13'ü dağıtdıq da bizə. 14. Bu 5 dollara ev olar. 5 dolları cebimizə keçəcəklər alaram. Ya 13-cü hələ ki 13-cü dağıtdıq. Qaldı 14, 15, 16, 17, 18, 19, 20. O deyəsən 16 da. 16-cı qardan adamı almaq üçün. Bir dəqiqə haralardan keçirəm də bir dəqiqə. Sonra ala mən hara gedəcəm? Deyəm burdan çıxış yoxdur axı. Burdan var deyə. Molun içində maşınla gəzirəm əməlli başlı. Bir dəqiqə buradan da çıxaq. Pilləkənlərdən çıxa ən üstünə qoyubdular. Tərbiyəsizlər. Bir dəqiqə buradan da çıxdıq. Dala ver. Aha, bax burada qəşəng yerdir. Məsələn, gizlən parçada oynasaq, bax burada gizlənmək çox qəşəng yerdir. Yəni çox ağıllı düşünülmüş yerdir. Bir dəqiqə. Oy, düşmə. Təzədən çıxaq. Çıxdıq 16-cı qardan. Qaza bas. 16-cı qardan adam almağa. Bir də orada da. Hop. Nə şey oldu? Bir dəqiqə, buradan düşməyə riskimiz var. Onda mən bu qardan adamı lobalab girməliyəm də, elə bir şeydir. Bir dəqiqə. Adiyan çox getmə. 3-2-1 bastıq. Bum! Yes, aldım. 16-cı qardan adamı aldıq, süper. İndi 17-si gör hara çıxıb deyə. Ayda, gedək onu da götürək. Ən axırda görsən, 20 dənəsini topladıq da deyə. Ən axırda görsən nə olacaq? Həsəbdə heç olmurdu. 10.000 pul verir, deyir ki, bizim qutardı. Əsəbləşənəm bütün. Bir buna. Baba cum. 17-ci qardan adam. Suya yox. Suya gedirəm. Az qala suya gedirəm da. Az qala. Eskədə ofislər götürək. Bu da oldu 18-ci qardan adam. 19. Uşaqlar bitişə hazırsınız. Bitdi. 20'ni də yığdı. Atölyədə yeni yüksəltmələr. 1 saatdır əziyyət çəkirəm. Bax, rovna 1 saatda mən saat 12'də başlamışdım bu videoya. 12'nin yarısı hətta. 12'nin yarısı, bir dəqiqə, 11:45'də başlamışdım bu videoya. Bax bir dənə. Gör də, mən yüksəltmə verir. Nəysə, gedək maşınlarımıza baxmağa. Gedək görək yeni nə maşınlar gəlibdi. Sonra da gedək yüksəlmələrdən papaq qoyaq maşının üstünə. Gedək papaq qoyaq. Yeni maşınlar gələn nəsə o yığdığımız o boyda 20 dənə əziyyətin şeyinin başını buraxın, eyb olmaz. Nəysə, ayrı vaxtında papaq satı qoyarım maşının üstünə. Və gəldik yeni maşınlara və bir dənə qəşəng maşın gördüm. Bir dənə, bax, bu nədir? Bu neçəyədir?
Ay daha 150 de. 150 de nədir? 150 min nədir? Bitcoin. Almaq olar, almaq olar. Bu nədir? Olur, bu da qəşəngiymiş. O 634 minə. Bax bunu da almaq olar. Li 427 min. Bu da yaxşıdır. 150 min. Budur sonra. Burada oy donqış çıxışa maşına gəlib deyə. 480 minə. Bu neçədir? Bu neçədir? BMW neçə? 100 dənə Taslaka. Bu heç bu baha olar. Bu dollarla dedi. 100 budur. Bunu almışıq. Yox. 207 min. Bundan elə bir oyuna gəlmişdi. Xüsusən mən səhv yerə gəlmişəm bir dəqiqə. Yox da yeni gələn maşınlar bunlardır da. Hə, pişəm. Ayrı yerə maşınlar gəlibdir ki, bəyəm. Yox, bura ayrı yerdir. Bəs bura təzə maşınlar deyil. Bura heç təzə maşınlar. Elə buradır. Yeni gələn maşınlar bunlar uşaqlar. Yəqin ki, gələn bölümdə bir fikirləşərik, ya bunu alarıq, sizinlə köməkliklə Bitcoin yığarıq, bunu alarıq, ya da ki, gələrik bu Li-ni alarıq, yəni Lumera, adı Lumeradır, oydu, bu çox qəşəng maşındır. Heç vaxt alsam, heç vaxt satmaram onu. Ya da taslak toplayarıq, gələrik bu X5 o X8. X8 də bu, hə, X8 alarıq, ya da ki, bu Ford Galant'lı maşın, hə, şeydə deyəsən bu, adı yandan çıxdı. Ayda. Adı yandan çıxdı, nəysə daha yandan düşsə gələn bölümlərdə deyərəm. Ya da gələrik bu qəşəng rəngi olan bu maşını alarıq. Bu da deyəsən Subaru zaddır, yox ha, ayrı maşını. Nəysə uşaqlar, bugünlük bu qədər olsun deyirəm. Yeni gələn güncəlləmələr bunlar idi. Yəni əziyyət çəkib boş-boşuna gəlib o 20 dənə şeyi toplamayın. Sağ olun, bugünlük bu qədər. Gələn videolarda görüşərik. Yeni ilimizdə mübarək bayramımızı təbrik edirəm. Sağ olun.